Çok güzel yol. Tebrik edirəm ürəkdən. Çok sağ olun. Rahat gedib gəlmək mümkün olacaq. Sevincimizin həddi yoktu bizim. Hiç. Sağ olsun. Necəsiniz? Çok sağ olun. Çok güzel. Siz yaxşısınız. Çok güzel. Allah korusun sizi həmişə. Allah sizi korusun. Yəni bütün kəndlərə biz yollar çəkirik. Bütün kəndlərə, ölkə üzrə. Gözəl, çox gözəl. Elə rayon yoxdur ki, orada kənd yolu çəkilməsin. Xüsusilə ucqar rayonlarda, yəni paytaxtdan uzaqda yerləşən bölgələrə xüsusi diqqət göstərilməlidir. Allah canınızı sağ olsun. Dəfələrlə Qazax rayonunda olmuşam, siz bilirsiniz. Keçən ildə olmuşam. Bəli, bəli. Şadam ki, işlər yaxşı gedir. Daha da yaxşı getməlidir. Yaşayış üçün bütün şərait olmalıdır. Yaxşı yollar, yaxşı məktəblər, tibb məntəqələri, iş yerləri. Bax, bugün Qazaxda məsəl üçün böyük bir konserv zavodu açılır. Orada da yüzlərlə iş yerləri yaradılacaqdır. Sement zavodu tikilir. Ölkə üzrə çox böyük bir layihədir. Çox böyük. Yəni həm ölkə iqtisadiyyatına böyük töhfədir, həm iş yerlərinin açılması üçün çox vacibdir. Orada da yüzlərlə insan işləyəcək. Yəni çalışırıq ki, hər yerdə işlər yaxşı getsin, iş yerləri açılsın, insanların yaşayış səviyyəsi qalxsın və gözəl şərait olsun. Bax, bu yol inkişaf edir. Sağ olun.